Baxın, bu qədər ambar soğanla doludur. Kimin ehtiyacı var? Gəlsin qardaş, bir qazel, bir kamaz. Nə qədər ehtiyac kimə var? Gəlsin apazın, qurban olun bu ayağının altındakı hambala. Tovuz sakini Mehman Həmzəyev ötən ilin dekabrında Ağstafalı fermerlərdən yığdığı tonlarla soğanı dəyər-dəyməzinə satır. Gəlin aparın qardaş, kim nə qədər istəyir, bez pulaktır, mənlikdir. Baxın, çək, belə də çək, hər yer çək. Çək. Mehman Həmzəyev qəzetçiyə deyib ki, alverçilər soğanı maya dəyərini almaq istədiklərinə görə satmaqdan imtina edib. Soğan da yığdığı ambara kimi baha satacaq. Çox olduğu üçün məhsulun çox olmağına görə soğan da alınmadı, qaldı. Ötən il Azərbaycana soğan idxalı 70%-dən çox artıb. Rəsmi məlumata görə 2025-ci ildə ölkəyə 15.045 ton soğan idxal olunub. İxrac olunan soğanın çəkisi 25.800 ton təşkil edib. Beləliklə 1 kiloqram soğanın idxal qiyməti 70, ixrac qiyməti isə 50 qəpik civarında olub. Bir sualını heç nə, yəni bu saat 1 manata işləmir. Mehman Həmzəyev 40 min manata dək zərərə düşdüyünü deyir. Gəlin batmış maldır, gəlin aparın. Pulsuz pərəsiz, kasıblara hörmət. Gəlin aparın. Kim nə qədər istəyir?